28-ci tapşırıqda belə bir hərəkət təyin verilmişdir. Müşahidə keçəndən 5 saniyə müddətinə cismin nə qədər yol getdiyini istəyir, nə qədər yol bəli. Bu qrafiki mən aşağıda qeyd etmək istəyirəm. Deməli, biz ilk öncə V-nin T-nin açılıq qrafikini qurmalıyıq. Çünki biz bilirik ki, V-T-nin altında qalan fiqurun sahəsi bizə gedilən yol və yaxud da yer dəyişməni verir. 5 saniyə müddətində, məsələn, burada baxın, son sürəti təyin edə bilərik ilk öncə. 5-i 2-yə vursaq 10, 10 6-dan uçsaq -4. Yəni, burada mənfi alınanda bir qədər diqqətli olmaq lazımdır. Çünki hərəkət istiqamətini yol boyunca dəyişib. 3 saniyəni ayırsaq, 2-ni 3-ə vursaq 6, 6-dan dalı çıxsaq 0. Belə çıxır ki, bu cisim 3 saniyə müddətində başlanğıc sürəti əlbəttə 6-dır, sürətini 0-a qədər endirmişdir. Daha sonra qalan 2 saniyə ərzində X oxun əksinə yeniləşən hərəkət etmişdir. Sadəcə burada biz son sürəti bilməliyik ki, fiqurların sahəsi bizə gedilən yolu versin. Bunun üçün də bu tip məsələlərdə, məsələn, öncəki bir məsələdə buna toxunmuşduq. Baxın, 25 nömrəli məsələdə ilk öncəki hərəkət hissənin son sürəti digər hissənin başlanğıc sürətidir. Və buradan da V bərabərdir V0 minus AT plus daha doğrusu AT düsturuna əsasən proyeksiya formasında yazaq. Bizim bu hissədəki son sürətimiz 0-dırsa, belə çıxır ki, başlanğıc sürətimiz də 0-dır. Və odur ki, burada yazırıq biz V bərabərdir. A-mız da ki, yol boyunca dəyişmir. A-mız 2 olaraq qalacaq. 2 qrafik, bunu həmişə qeyd edirik, əlimiz aşağı gedəndə təcrübəmiz mənfi olaraq götürürük. Məsələn, onu nəzərə ala bilərsə o formada. Mənfi, A-mız da 2, daha doğrusu bura 0 yazmalıyıq. Təcrübənin qiymətini yazmışam. Çünki son sürət bu hissənin başlanğıc sürətidir. Qeyd etdiyim kimi 2 vurulsun, T-miz də 3-5 arası 2 olacaq. Yəni -4. Burada qeyd edirik -4-dür. Baxın, bu fiqurun sayısı bizə gedilən yolu verir. Lakin yolu hesablayarkən işarəni nəzərə almırıq. Çünki skalar kəmiyyətdir. 6, 3, 18, yarısı 9. Bu hissə fiqurda 3, 5 arası 2-dir. Bu hissə də 4-ə uyğundur. 4-ü 2-yə vururuq 8, yarısı bizə verəcək 4-dür. Və ümumi yolda 9 ilə 4-ün cəmidir, olacaq 13 metr. Cavabımız olur 13 metr. 29-cu tapşırıq cisim 1 saniyə müddətində bərabər sürətlə A nöqtəsindən B nöqtəsinə hərəkət edir və onun sürətinin modulunu hesablanması istəyir. Sürət bildiyimiz kimi V bərabərdir. Bərabər sürətli hərəkətdə S bölü T-dir. T-miz 5-dir, lakin S-mizi tapmalıyıq. Koordinatlara görə hesabladıqda X çıx X0-ın kvadratı üstə gələk, Y çıx Y0-ın kvadratı düstur ilə hesablaya bilərsiniz. Yerinə qoysaq, X-imiz 6-dır, X0-ımız -2-dir. 6-dan -2 çıxsaq 8, 8-in kvadratı 64. 1-dən də -5 çıxsaq 6-dır, kvadratı 36, 64, 36, 100 kökdən 10 çıxır. Onu da 5-ə bölsək, 2 metr bölünsün, saniyə cavab almış oluruq. 30-cu məsələ, cismin hərəkət tənliyi bu formadadır. Müşahidə başlanandan keçən 5 sayı müddətində cisim necə hərəkət edər? Məsələ 28 məsələsinə bənzəyir. Buradan biz törəmə tapıb sürət tənliyinə keçsək, 6 çıx 2T olacaq. 5 saniyə, baxın, eyni bir tənliyimiz alındı. Burada biz, yəni öncəki 28 məsələdə bunu hesablamışdıq qrafik olaraq. Baxın, 3 saniyə qədər dayanır. X oxun istiqamətində yavaşlayır. 3-dən 5-ə qədər isə X oxun əksi istiqamətdə yeniləşir və əsaslandırmasını da öncəki 28-ci məsələyə uyğun qeyd edə bilərsiniz. 31-ci məsələdə də çalışmada burada zamanda cisim hərəkət istiqamət təcrübənin proyeksiyasının işarəsi dəyişmişdir. Baxın, burada X oxu hərəkət edən cismin sürətinin proyeksiya zamanı asılı qrafiki verilmişdir. Hansı zaman anlarında bu cismin hərəkət istiqaməti və təcrübənin proyeksiyasının işarəsi dəyişmişdir. Baxın, bir müzakirə etsəniz, bunu 0-dan T1 aralığına qədər X oxunun əksi istiqamətdə yeniləşir. Çünki mənfi tərəfdədir. Sürət o zaman istiqamətini dəyişir ki, işarəsini dəyişir. T1, T2 aralığında yenə də X oxunun əksinə yavaşlayır. Baxın, yuxarı qalxmır 0-dan. Lakin T2 anından sonra X oxunun istiqamətində yeniləşir. Artıq T2 anından sonra hərəkət istiqamətini dəyişib. Yəni işarəsini dəyişib sürət, müsbət olur başlanğıc sürəti. Daha sonra isə T2, T3 aralığında gördüyümüz kimi
yenə də x ox istiqamətində yeniləşir. Daha sonra T4 aralığında da göründüyü kimi yenə müsbətdədir proses, yəni x ox istiqamətdə yavaşlayır. Yəni T2 aralığında artıq burada göründüyü kimi istiqamət dəyişikliyinə gedilmişdir. Yəni istiqamətini bir dəfə T4-ə qədər, zaman aralığına qədər bir dəfə dəyişmişdir. Təcilin proyeksiyasına gəldikdə isə burada yəni fikir versəniz bu x oxu əksinə yeyinləşir. O zaman burada təcimizin işarəsi mənfidir. Daha sonra isə bu istiqamətdə x oxunun əksinə, baxın x oxunun əksinə v mənfidir, yavaşlayır. X oxunun əksinədirsə v-miz mənfidir, a müsbət olmalıdır. Baxın, bura qədər təcil mənfi, buradan təcil müsbət. Daha sonra isə x oxu istiqamətdə yeyinləşir. X oxu istiqamətdədirsə v müsbət, yeyinləşirsə a-mız da müsbət olacaq. Daha sonra isə burada x oxunun əksinə yavaşlayır, x istiqamətində yavaşlayır. İstiqamətindədirsə v müsbət, a-mız yenə də mənfi olacaq. Yəni yavaşlayan hərəkətdə işarələr fərqli, yeniləşən hərəkətdə isə müsbət olur və təcilin proyeksiyasının işarəsi dəyişib. Baxın, T1 anında 0 T1 anında mənfidir, T2 T3 anında isə müsbətdir, qeyd etmişik. Həmçinin bunları bir-bir biz qeyd elədik, yəni o formada da cavabı dəyərləndirə bilərsiniz.